Hacıbəyli Üzeyir Əbdülhüseynoğlu Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, dramaturq, publisist, pedaqoq, ictimai xadim və həmçinin Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi olmuşdur. Üzeyir Hacıbəyli ibtidai təhsilini 2 illik Rus-Azərbaycan məktəbində almış, Qori müəllimlər seminariyasında bitirmiş, bir neçə il müəllimlik etmişdir. O 1908-ci il yanvarın 12-sində Bakıda Hacı Zeynalabdin Tağıyev teatrında göstərilən Leyli və Məcnun operası ilə təkcə Azərbaycan deyil, bütün şərqdə opera sənətinin əsasını qoymuşdur. Üzeyir Hacıbəyli mədəniyyət tarixində dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas, alim, publisist, dramatik, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. O 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd məclisi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazdan Şuşada keçib, ailədə 3 qardaş, 2 bacı olublar. Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur. Tar da çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir. Üzeyir və Əbdülhüseynoğlu Hacıbəyev 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub. Atası Əbdülhüseyn bəy, anası Şirin bəyim xanımdır. Əbdülhüseyn öz dövrünün ziyalı şəxslərindən biri olub. 23 noyabr 1948-ci ildə Bakıda vəfat edib. 1908-ci ildə yazdığı Leyla və Məcnun operası ilə Şərqdə ilk operanın müəllifi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci ildə dövlət himninin musiqisini bəstələmişdir. Bu himn 1991-ci ildə müstəqillik bərpa olunduqdan sonra yenidən qəbul edilmişdir. Əsərləri Avşin Mal Alan 1913-cü ildə operatası ilə və Koroğlu 1937-ci ildə operası onun ən məşhur əsərlərindəndir. Üzeyir Hacıbəyev, tam adı Üzeyir bəy Əbdülhüseynoğlu Hacıbəyev 18 sentyabr 1885-ci ildə Ağcabədi şəhərində anadan olmuş və 23 noyabr 1948-ci ildə Bakıda vəfat etmişdir. O, Azərbaycan klassik musiqisinin və İslam dünyasında ilk operanı yazan bəstəkar kimi tanınır. Hacıbəyev musiqi təhsilini əvvəlcə Şuşada almış, daha sonra Qori müəllimlər seminariyasında oxumuş və nəhayət Sankt-Peterburq konservatoriyasında təhsilini davam etmişdir. 1908-ci ildə yazdığı Leyli və Məcnun operası İslam dünyasında ilk opera əsəri olaraq tarixə düşmüşdür. Tarixdə iz buraxanlardan biri də Üzeyir Hacıbəyevdir. Tarixçi şəxsiyyət Üzeyir Hacıbəyev 18 sentyabr 1885-ci ildə anadan olub. Atası Əbdülhüseyn öz dövrünün savadlı şəxslərindən biri olub. Anası Şirin xanım isə Qarabağda məşhur Əlverdi bəyovlar nəslindən olmuşdur. Üzeyir Hacıbəyev ilk təhsilini Şuşada 2 sinifli Rus Türk məktəbində alıb. Şuşanın zəngin musiqi ifaçılıq ənənəsi Üzeyirin musiqiyə olan marağını artırıb. Onun ilk müəllimi Ağalar bəy Əlverdi bəyov olmuşdur. Üzeyir Hacıbəyev 1899-1904-cü illərdə Qori müəllimlər seminariyasında təhsil alıb. Üzeyir Hacıbəyevin yaradıcılığında qərb və şərq musiqi üslubları birləşdirilib. Onun tərəfindən Azərbaycan xalq musiqisinin evləklərin klassik avaz ənənələrini uyğunlaşdırılmışdır. Bu metodda istifadə edərək Hacıbəyev 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyni adlı poeması əsasında ilk Azərbaycan operası Leyli və Məcnunu yaratdı. 1909-cu ildə yaratdığı Şeyx Səlal adlı ikinci operası üslubuna görə sənət xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifi musiqidə ibarət idi. 1910-1915-ci illər arasında yazılmış növbəti 4 opera ənənəvi Azərbaycan muğamı əsasında qurulmuşdur. Rüstəm və Zöhra 1910, Şah Abbas və Xurşidbanu 1911, Əsir və Kərəm 1912, Harun və Leyla 1915, bəstəkar ən yaxşı əsəri 1936-cı ildə yazılmış
Koroğlu operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyov 1941-ci ildə Stalin mükafatı verildi.